الحمد لله الذي لا يبلغ مدحته القائلون ولا يحصى نعماءه العابدون ولا يؤدي حقه المجتهدون الذي لا يدركه بعد الهمم ولا يناله غوص الفتن ثم الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين المنتخبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، فبسم الله وبالله ثم بذكر ولي الله. اللهم وليك الحجة ابن الحسن صلواتك عليه وعلى آله في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا. Muhterem əzizlər, dini etiqadların vəhyə uyğun olub olmaması ki, bunu yoxlamaq məsələsi İslamın əvvəllərindən mövcud olub və bəhsimiz silsiləvidir. Bunun artıq əvvəlini danışmışam və ardını da davam elətdiririk. Mömin insanlar öz inanclarını ya birbaşa Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə, ya məsum imamlara, ya da böyük alimlərə təqdim edirdilər. Bu əvvəldən olub yəni. Bu çox önəmli bir iş olsa da bugün bu məsələyə çox az adam riayət edir. Şeyx Tusi, Şeyx Səduq, Şeyx Kəşşi və onlar kimi böyük alimlərin kitablarından bəzi rəvayətlər, hədislər qeyd olunub ki, orada İbrahim Muxariqi, Humran ibn A'yun, Əmr ibn Haris, Xalid ibn Bəcəli, Həsən ibn Ziyad, Əttar və Yusif öz dini inanclarını İmam Sadiq əleyhissalatu vəssalama təqdim etdikləri qeyd olunub ki, gəlib öz dinlərini imama təqdim ediblər ki, imam nəzərin bildirsin ki, bu sağlam, düzgün əqidə daşıyır, yoxsa batil. Bundan əlavə Kafi kitabında İsmail ibn Cabirin İmam Baqir əleyhissalama, Mənsur ibn Hazimin demək sonda İmam Sadiq əleyhissalama, İmam Baqir əleyhissalama dinlərini təqdim etməsi barədə qeyd olunub. Bu böyük şəxsiyyətlər öz ictihad və araşdırmaları ilə kifayətlənmirdilər. Baxmayaraq ki, elm və yəqinə yetişmiş şəxslər idilər. Dində heç bir azaltma və ya artım olmasın deyə öz dinlərini zamanın imamına təqdim edirdilər. Dinini imamına təqdim edən böyük şəxsiyyətlərdən biri də İmam Həsən əleyhissalamın nəslindən olan Əbulqasim Əbdüləzimdir. Əbulqasim Əbdüləzim, halan Şah Əbdüləzim. Mərhum Əbdüləzim Əhl-i Beyt elminin tanınmış alimlərindən olub. İmam Cavad əleyhissalatu vəssalam və İmam Hadi əleyhissalatu vəssalamın həm şagirdi, həm səhabəsi, həm yaxın dostu, həm də sirdaşı olub, həm də bu ailədən olub, qohum olub onlarla. İmamların sirlərini bilən seçilmiş bir şəxsiyyət olub. Əhl-i Beyt əleyhissalam onu etibarlı biri kimi tanıyıb və tanıtdırıblar. Məşhura əsasən o İmam Hadi əleyhissalatu vəssalamın dövründə vəfat edib Şah Əbdüləzim. Əbulqasim Əbdüləzim. Onun ziyarətinin fəziləti haqqında möhtəşəm ifadələr var. Şeyx Səduq Səvabul Əmal kitabında qeyd edir. Bir nəfər İmam Hadi əleyhissalatu vəssalamın görüşünə gəlmişdi. İmam Hadi əleyhissalatu vəssalam ondan soruşur ki, haradaydın?
O deyir ki, Həzrət Əbu Abdillah Hüseyn əleyhissalatu vəssalamın ziyarətinə getmişdim. İmam Hadi əleyhissalatu vəssalam ona buyurur ki, bil ki, sizin şəhərinizdə olan Əbdüləzmin qəbrinin ziyarətinə getsin, Hüseyn ibn Əlini ziyarət etmiş kimi olacaqsan. Yəni, bu qədər müəzzəm dərəcəyə sahibdir. Savabul Əmal, səhifə 99, Kamil-ü Ziyarat, bab 107, hədis 537. İmam Hadi əleyhissalatu vəssalam Rey şəhərindən olan bir nəfərə buyurur, əgər dinində bir məsələ səni çətinə salsa və ya bir məsələ sənin üçün çətin gəlsə, öz şəhərində yaşayan Əbulqasım İbni Abdullah Həsənidən soruş və mənim salamımı da ona çatdır. Müstədrəkül Vəsail, cild 17, səhifə 321. Möhtərəm əzizlər, bu ifadələr onun elm və dində nə qədər uca məqamə sahib olduğunu göstərir. Düzdür? Bu da aydındır ki, bu böyük şəxsiyyət öz dinini imama təqdim etməklə böyük bir iş görüb. Bundan başa düşürük ki, əqidənin yoxlanması nə qədər mühüm bir məsələdir ki, insan gərək öz əqidəsini yoxlasın, təqdim eləsin din böyüyünə. Vacibdir, istər vacib inancılar olsun, istər daha dərin və geniş mövzular olsun. Vacib inancılar, yəni insanın hansı ki bilməsi, bilmələr, sahib olması vacibdir, bilinməsi vacib olan məsələlərdir. Daha dərin məsələlər isə təfərrüatlardır, hansı ki onları bilmək vacib deyil. Lakin, əgər o da artıq din kimi qəbul edilirsə, onların da Quran və sünnəyə münasib olduğunu insan nə eləməlidir? Bilməlidir. Məsələn, xurafatlar adı altında olan dini məsələlər, ya təfərrüat mövzularına aid olan məsələlər, ümumi də deyə bilərik, xüsusi də deyə bilərik. İndi onları bilmək vacibi eyni deyil, məsələn, bilməsən də bir şey olmaz. Amma Quran və sünnəyə münasib olduğunu biləcək qədər gərək nə edəsən, araşdırasan, axtarasan, yoxlayasan. Xülasətül kəlam, hər kəs öz əqidəsini Quran və sünnəyə uyğun olduğunu mütləq şəkildə yoxlamalı və əmin olmalıdır. Demək, bir, insan şəriətə görə inanması vacib olan məsələləri tanımalıdır. Bu, həm inanmalı olduğu, həm də inanmamalı olduğu məsələlərə aiddir. İki, inancının doğrudan da Quran və sünnəyə uyğun olduğuna əmin olmalıdır. Üç, o əməllər ki, inanmaq vacib deyil, amma dini məsələ kimi qəbul edilir, Qurana və sünnəyə uyğun olduğu yoxlanılmalıdır. Dörd, Quran və sünnənin sözlərinə aşkar ağıl və şəriət dəlili yoxdursa, bəzi məsələlər ola bilər, aşkar ağıl və şəriət dəlili yoxdursa və ya hər hansısa bir Quran ayəsinə, hədisə dəlil yoxdursa, öz fikrinə uyğun məna verməməlidir. Bəs möhtərəm əzizlər, bir salavat deyərək Peyğəmbərə. Allahümmə səllə əla Muhamməd. Bizim sağlam düşüncəyə sahib olmağımız üçün az zəhmətlər çəkilməyib, dəyərli əzizlər. Hamımız dərk eləməliyik ki, doğru əqidənin qorunub bizə çatması üçün qanlar tökülüb. Yəni, qanlar tökülüb bu əqidənin bizə gəlib çatmasına qədər. Vicdanımız böyük məsuliyyət daşıyır bu əziyyətlərin qabağında hər birimizin. Qulaq asmağınızı təmənna edirəm. Anlamalıyıq ki, İmam Hüseyn əleyhissalatu vəssalam nə eləyib bizə görə? Bizim üçün nə iş görüb? Bax, İmam Hüseyn əleyhissalam. Sənin, mənim əqidəmi o tökülən qanlar diri saxlayıb, dəyərli əzizlər. Bizim vicdanımız İmam Hüseyn əleyhissalatu vəssalamın qabağında böyük bir dənə borclu olduğunu dərk vəziyyətinə gəlib çatmalıdır. Ki, başa düşməlidir ki, mən hansı məclisə gəlmişəm, nəyin müsibətin qeyd edirəm, bu İmam Hüseyn əleyhissalatu vəssalam nə eləyib, mən üçün nə eləyib, nə iş görüb, milyonlar üçün nə iş görüb, məsələ bax burasındadır. Həqiqətən adamın ürəyi partlayır ki, sən mövzulara dərindən daxil olub başa düşürsən ki, Həzrət Əbu Abdillah Hüseyn əleyhissalatu vəssalam nələri keçib, nələrdən keçib, nələr üçün. Bax, bunların hamısı onun qanının bərəkətinədir, sənin dinin diri qalması, əqidənin saf olması, sağlam əqidənin gəlib sənə gəlib çatması. Gündə göbələk kimi bir dənə şey çıxır. Siz də böyük işlər görürsünüz, dəyərli əzadarlar. Bu əzanı saxlamaqla böyük işlər görürsünüz. Sizlərin bu əzadarlıqlara toplaşmağınız o hədəfləri qoyur. Həzrət Əbu Abdillah Hüseyn əleyhissalatu vəssalamın hədəflərini qoruyur.
Deyirik, Aşura faciəsi minlərlə mesaj ötürür insanlara və insanlığa. Deyirik, yəni. Deyirik ki, Kərbəla bütün həqiqətləri özündə toplamış bir faciədir. Yəni, Kərbəla müsibətində bütün hər şey var. Bütün həqiqətlər var. İndi İmam Hüseynin yasını bir gün saxlamaqla o həqiqətləri çatdırmaq olar. O mesajları ötürmək olar. 1000 illərdir bu əza dəstgahını 2 ay, indi olub da azalıb. 2 ay hər gün saxlayıblar. Bəzi yerlərdə Allah həmd olsun, Nəcəf-ül Əşrəf kimi yerdə Rəbiül Əvvəl ayının 9-una qədər 69 gün, 68 gün da 69-cunun gecəsi Rəbiül Əvvəlin 9-unun gecəsidir. Hər gün saxlayırlar, yəni ərzi xidmət. O, çünki səfər ayı bitdikdən sonra Rəbiül Əvvəl ayının 8 günü də xoş günlərlə keçməyib. Həzrəti Mohsinin şəhadəti var o günlərdə. Evə neçə günlərlə hücum ediblər Xanzara salamlar rəhəminə. İmam Həsən Əskəri əleyhissalatu vesselamın şəhadət gecəsi həmən o günlərin içindədir. Ümumiyyətlə, qədimdə o 8 günə, qədimdə ki, indi də elədir. Nəcəf, Allah müctəhidlərimizin vücudun bibəl aləsin. Nəcəfdə bu dəstgahı qoruyub saxlayıblar. Əyyam-ı Muhsiniyyə deyirlər həmin o 8 günə. Muhsin günləri. Yəni, bu qədər mesaj ötürür İmam Hüseyin əleyhissalatu vesselamın Aşurası, Kərbəlası. Minlərlə mesaj. Danışanda nə deyir? Deyir, Aşura məktəbində, Kərbəlada hər şey var. Doğrudan da hər şey var da. Birazdan bəzilərini işarə edəcəyəm. İndi bir günlə o mesajların hamısını, o həqiqətlərin hamısını insanların qanına hopdurmaq olardı. Ona görə günlərlə, aylarla əza saxlandı ki, İmam Hüseyin əleyhissalatu vesselamın hədəfləri xalqa gəlsin, çatsın, ötürülsün cəmaata. İmam Hüseyin əleyhissalatu vesselamın məsələlərinə, ümumiyyətlə ya, ümumi bütün məsələlərinə diqqətlə yanaşsaq, görərik nə qədər xüsusda İmam Hüseyin əleyhissalatu vesselamı ziyarət eləmək tapşırılır. Neçə xüsusda? Bəziləri yaxından, bəziləri uzaqdan. İndi sayacağım bir neçəsini. Həm əyaniyə aiddir, həm qiyabiyə. Gedə bilən əyani, gedə bilməyən qiyabi. Gör nə qədər ziyarət tapşırılıb İmam Hüseyin ağacın. Hədəf nədir? Məqsəd nədir, əzizlər? Baxız, hər gün vəhyə bağlıdır, ha? Allah tərəfindən tapşırılmışlardır bunların hamısı. Sünnə, Quran və vəhyə bağlıdır. Hər gün Həzrət Abdullah Hüseyin əleyhissalatu vesselamı ziyarət eləmək üçün göstəriş var. Həftədə bir dəfə, 15 gündə bir dəfə, bir ayda bir dəfə, 6 ayda bir dəfə, bir ildə, ömürdə. Baxız, cümə gecəsi, hər cümə gecəsi İmam Hüseyin ağanı ziyarət eləmək. Ümumiyyətlə, cümə gecəsi İmam Hüseyin əleyhissalamın gecəsidir. Hər ayın əvvəli, ortası, axırı İmam Hüseyin əleyhissalatu vesselam ziyarət eləmək müstəhəbdir. Məbəs günü İmam Hüseyin əleyhissalamı ziyarət eləmək müstəhəbdir. Baxız, nəticə yığacaq bu cümlələrdən. Qədirxum günü İmam Hüseyin əleyhissalamı ziyarət eləmək müstəhəbdir. Ərəfə günü, Qədir gecəsi, Nimə Şaban, hər namazdan sonra, su içəndən sonra. Hədəf nədir? Hədəf budur ki, il boyu İmam Hüseyin yadda olmalıdır. Bu qədər günləri təyin edilib, il boyu İmam Hüseyin əleyhissalatu vesselam xatırlanmalıdır, hədəfləri diri qalsın. Onun hədəflərinin diri qalması, bütün dini həqiqətlərin diri qalması deməkdir. Görün, Allah İmam Hüseyin əleyhissalatu vesselamı nə qədər təbliğ edir, kim qabağını ala bilər? Deyəcəyim bunların, neçə şey deyəcəyim, bunların hamısı vəhidir. Allah təbarək və teala'nın göstərişləri ilə tapşırılmış məsləhətlərdilər. Bir, ziyarətin özü. Allahın vəhiydən bizə enmiş tapşırıqlardır İmam Hüseyin əleyhissalatu vesselamın təbliği fonunda. 2, qara geyinmək. Nəyə xidmət edir bu qara geyinmək İmam Hüseyin əleyhissalatu vesselamın yasında? Onun əzasının, müsibətinin diri qalmasına kim tapşırıb? Vəhy, Quran və sünnədəndir. Sinə vurmaq, ağlamaq, ehsan vermək, ərbəyinə getmək, lətmə vurmaq, ələm tutmaq, salavat demək, ehsan vermək, mərsiyə demək, şeir oxumaq tapşırılmışdır hamısı. Vəhy məktəbi tapşırılmamışdır ki, bunlar edilsin. Tutalım, baxın, bunların hamısı ilə mübarizə apardılar. Baxın, mənə ziyarətə getməyə qoymadılar, qara giyinməyə qoymadılar, sinə vurmağa qoymadılar, ağlamağa qoymadılar, ehsan verməyə qoymadılar, zəncir vurmağa qoymadılar, lətmə vurmağa qoymadılar. Tutalım, bunların hamısı ilə mübarizə apardılar.
Necə ki, mütəvəkkilin dövründə hamısı qadağan edilmişdi bunların. Eşidirsiniz? Hamısı qadağan edilmişdi. Ta ki, İmam Hüseyin əleyhissalam unudulsun. Allah İmam Hüseyin əleyhissalatu vesselam adını gətirir, qoyur suyun yanında. Tutalım da qoymadılar heç birini eləməyə. Mütəal Allah gör necə təbliğ edir İmam Hüseyin əleyhissalama. Adını gətirir, qoyur suyun yanında. İndi qadağa elə görüm necə qadağa edirsən. İndi unutdur görüm necə unutdurursan. Təsəvvür edin, 100 illəri ötən qadağa dövrlər olub. Ən pisi mütəvəkkilin vaxtı olub 20 il. Ən pisi. Bu kiçik bir dövr deyil ha, 20 ilə böyük şeyləri unutdurmaq olar. Yəni insanların zehnini silmək olar. Məhərrəm ayı çatanda mütəvəkkil əmir vermişdi valilərə, hamısına. Hər küçəyə casus qoyurdu. Bütün Şiyə coğrafiyasında hər küçəyə casus qoyurdu. Ağlamaq, sinə vurmaq, mərsiyə demək, qalsın qırağa, qara köynək giyinib Şiyə bayıra çıxa bilməzdi. 20 il bu belə davam edib. Elə bilirdi İmam Hüseyin əleyhissalatu vesselamı yaddaşlardan siləcək. Amma Allah neynədir? Şiyə suyu içirdi. Deyirdi, sallallahu aleyke ya Əba Əbdillahil Hüseyin. Allah yezdə lənət eləsin. Gəlin bunu qadağanını görməyəcəksiniz. Evində suyu içirdi, İmam Hüseyinə salam verirdi, yezdə lənət olurdu. Uşağı da öyrənirdi, deyirdi, ata nə edirsən, başa salırdı. Budur. Allah təbarək və təala adını gətirir, qoyur suyun yanında. Təbliğatını aparır, özü təbarək və təala. İndi gəl qadağa elə görüm, qabağı necə alırsan. İmam Hüseyin ağanı necə yaddan çıxartdırırsan. Bir şeyin təbliğini Allah apara, kim qabağını ala bilər, qarşısın, kim kəsə bilər. İkinci ən böyük təbliğ türbət məsələsi. Kərbəla torpağı, türbət məsələsi. Bütün Şiyə camiyyəsində, coğrafiyasında, haradakı Şiyə yaşayır. Evlərdə Kərbəla türbətindən möhürlər var. Allah bu türbəti yayıb evlərə. İmam Hüseyin ağanı Kərbəlasından bir qətrəni evlərə salıb. İşə bax, İmam Hüseynin Kərbəlasından hər evdə bir qətrə var. Həzrət Əbdüllah Hüseynin. Kərbəla Asiyadadır, amma Kanadada yaşayan, okean otayında yaşayanın evində Kərbəla'dan bir iz var. Allah təbarək və təala təbliğ edir Həzrət Əbdüllah Hüseynin. Üçüncü, Allah bütün xeyirli işlərə İmam Hüseyin əleyhissalatu vesselamı daxil edib. Bütün xeyirli işlərə İmam Hüseyin ağanı daxil edib. Baxız, şücaətdən danışırsan, Kərbəla'dan misal çəkirsən. Düzdür, qardaşlar, fikriniz məndədir. Vəfadarlıqdan danışırsan, Kərbəla'dan misal çəkirsən. İbadətdən danışırsan, Kərbəla'dan misal çəkirsən. Allah deyir, səni namaz qılanlardan nəsin? Gəlirdir, namaz vaxtıdır səhabə. Əvvəl vaxt, müharibə o cündən ağır gün, faciələrlə dolu qan, qeysan, amma namaz vaxtında qılırlar. Ölümdən, şəhadətdən danışırsan, Kərbəla'dan misal vurursan. Eşqdən danışırsan, yenə Kərbəla'dan misal vurursan. Qeyrətdən danışırsan, iffətdən danışırsan, namusdan danışırsan, yenə də Kərbəla'dan misal çəkirsən. Həyadan, ədəbdən danışırsan, yenə də Kərbəla'dan misal çəkirsən. Ədəbdən nə ədəb yerləri var idi, nə ədəb yerləri var. Həzrət Əbəlfəzə anası demişdi ki, Ümmülbənin demişdi. Demişdi, heç qoyma külək əssin Hüseynin xeyməsindən. Nələr var o Kərbəla'da, nələr var. Nə yoxdur ki, o bayaqki ifadə. Bütün həqiqətlərin cəm olduğu mərkəzdir. Mərifətdən danışırsan, mərifət. Kərbəla'dan misal çəkirsən. Mərifətdən danışırsan, gəlirsən Kərbəla'dan misal çəkirsən. Deyirsən, Həbibin məzahir yığır sahabələr başına, deyir, hansı daha yaxşıdır, salamatdır, onu göndərir İmam Hüseyin ağanın yanına. Mərifəti nə qədər yüksəkdir. Ki, imam birdən baxar, filankəsin dodağı çatlayıb, ürəyi ağrıyar. Tanımaqdandır da. İnanırsınız ki, ya belə şəxsiyyətlər dəstəmazsız imam adı dilinə gətirməyiblər. Dəstəmazsız imamın adını dillərinə gətirməyiblər. O qədər çox tanıyıblar. Allah böyük fəqihlərdəndir. Müqəddəs Ərdəbil neçə ildir yaşadı Məsumə qumda, bir dəfə arxasını günbəzə dönməyib. İllərlə Nəcəfül Əşrəfdə yaşayıb, ayaqların Həzrət Əmir Əl-Mumin əleyhissalatu vesselamın hərəminə uzatmayıb. Mərifət yərləridir bunlar.
öyrəniblər Kərbəladan və digər yerlərdən Əhl-i Beyt əleyhissalamdan. İndi bizim bəzi cavanlarımız gedir, arxasını da dönür hərəmə, bir dənə selfie çəkdirir. Ərzən bir hüzur. Ya qışqıra-qışqıra danışır orada, imamın qəbrinin yanında. İtaətdən danışırsan, Kərbəladan misal çəkirsən. İtaətin ən zirvəsi oradadır da. Nə boyda itaət var orada? Nə əzəmətli itaət var orada? Müsibətdən danışırsan, yenə də Kərbəladan misal çəkirsən. Məyər Kərbəladan yuxarı müsibət var. Səbirdən danışırsan, Kərbəladan misal çəkirsən. Ona görə də dini Allahın təyin elədiyi höccətdən başqa heç kim qoruya bilməz, möhtərəm möminlər. Quran bizə kifayətdir deyən din qoruya bilər. Hə? Quran bizə kifayətdir deyən adam dini qoruya bilər. Bilmir hansı ayə nə üçün nazil olub heç. Hansı ayə harda nazil olub heç onları bilmir. Hansı ki Qurana istinad edir, Quranla bəsdir hər şey eləyəcək, həll eləyəcək. O ayələrin harda nazil olduğunu bilmir. Özü iqrar edir ki, ayələr nazil olundu, mən bazarda gəzirdim. Özü iqrar edir, təyəmmümü adam təmtəkür, adamın ağılsızlığına bax, adamın savadsızlığına bax, adamın cahilliyinə bax. Əmmar təyəmmümün başa sazısı olmayanda torpaqla təyəmmüm edirlər. Deyir, ay Əmmar, Allahın olsun, elə şey olar. Gör, nə qədər qəribə gəlib ha ona. Gör, nə qədər qəribə gəlib. Ayələrin harda nazil olduğunu bilmir adam. Səbəbi nüzulun, şə'ni nüzulun, heç nəyi bilmir. Bu din qoruyar. O sözün ardıcılları var ha, hansı ki Quran bizə kifayətdir dedilər. O sözün ardıcılları var ha. Onlar Əhl-i Beyti öldürdülər, Peyğəmbər balalarını öldürdülər. Həccac, lənətullahi aleyh, hafizi kulli Quran olub ay cəmaat. Hafizi, bütün Quranı əzbər bilib, hafizi kulli Quran olub. Amma minlərlə zəvvarı Həccac qətlə yetirir. Minlərlə zəvvar. Zindanlarda minlərlə böyük balaca qadın kişi var idi onun zindanlarında. O qədər rəzil idi ki, kişi və qadınları soyundurub salırdı zindana. Gör, nə dövrlər keçmişik, bax bu şiyə nələr keçib gəlib bugünə çatmışıq, Allah əlimizdən almasın. Allahın kitabı bizə kifayətdir deyəndə bax belə olur. Allahın kitabı kifayətdir deyəndə axırı belə olur. Nə olsun, hafizi kulli Qurandır. Bütün Qur'anı əzbər bilir, amma nə edir, gör, nə işlər görür. Balaca xırda-xırda uşaqları divarlara hördürür. Divarlara hördürür. Nədir? Nə idi günahı balaca uşağın? Vəssalam. Əli və övladı Əli məhəbbəti daşıyırdı o uşaq. Şiyə balasıdır. Vəssalam. Günahı bir dənə buydu. Təsəvvür edirsiniz, öz sarayında adam qeyzə də gəlib dedikcə, öz sarayında süfrə açdırırdı. Süfrədə də nə növ təamlar, bunlar onsuz dünya əhli olublar da, nə növ təamlar qoyurdu, amma yiyə bilmirdi. Deyirdi, iştaham küsüb. Ya bir nəfərin başını kəsin qabağımda, ya da onun qanını yığın, qurudun, sumaq eləyim, töküm ki, xörəyimə yiyeyim. Bu cür iştaham açılır. Hafizə kulli Quran, Quran bizə kifayətli deyən adamdır. Qəmbəri, Kumeyli, Səd ibn Cübeyri Həccac öldürür. Bu şəxsiyyətləri, bunları şəhid edib. Həccac öldürür. İraqda 3000 qəbir sökdü ki, Əli Rəssalamın qəbrini tapsın. Tapsın, məhv eləsin. 3000 qəbir. Mütəvəkkil 70.000 zəvvar öldürüb. 70.000 zəvvar öldürüb. Cərimələr qoymaqla başladı, aşağıdan yuxarı getdi. Cərimələr qoydu, kim İmam Hüseyn əleyhissalam ziyarət cərimələri ödəməlidir. 100 dirhəmdən, 50 dirhəmdən, 100 dirhəmdən, nə bilim, sonra keçdi 1000 dirhəmə, gördü, yox, olmur, alınmır, qabaqları alınmır. Bunlar elə gəlirlər cərimələrini ödəyirlər, gedib imamı ziyarət edirlər. Çəçələ barmağının kəsilməsini əmrin verdi. Çəçələ barmağın kəsilməsi. Kim İmam Hüseyni ziyarət edilmişsə, çəçələ barmağını kəsin. Gördülər, gəlirlər barmaqlarını. Dedi, əlin. Kim ziyarət edilmişsir? Əlin. Sağ əlin. Vallah dəqiq tarixdir, ha. Ta gəldi, gördü yenə alınmır. Ta gəldi, çiynindən qolların kəsdirib İmam Hüseyin əleyhissalamı ziyarətə getməyə icazə. Bu da olmadı, başladı qətlə yetirməyə. Gördü, yox, olmur. İnnəli qətləl Hüseyn hərarətən fi qulubil müminin la təbrədu əbədən. Bax, bu ağsaqqal söz deyib də, varlıq aləminin ağsaqqalı söz deyib. Deyib ki, Hüseynin qətli ürəklərdə elə bir hərarət yaradacaq ki,
heç vaxt sorumayacaq. Barmağın da kəssin, əlin də kəssin, qolun da kəssin, tapılacaqlar. Gəlib onu ziyarət edəcəklər. Qətliyam dalıca. Axırda gördü, belə də olmur. Əkin sahəsinə çevirdi İmam Hüseyn ağanın qəbrini. Əkin sahəsinə çevirdi.